Mən komandanın kapitanı və eyni zamanda pilotu Abdullah Hüseynli. Mən komandamızın mühəndisi İlyas Babayev. Mən komandamızın dizayneri Səid İskəndərov. Biz Dragons komandası olaraq Sistem Azərbaycan Festivalına Botracing kateqoriyasına qoşulmuşuq. Bizim kateqoriyamızın yarış məqsədi qarşılıqlı yarışlar şəklində bizə verilən missiyanı yerinə yetirməkdir. İndi isə gəmimizin elektronika sistemini izah edirik. Biz gəmimizin elektronika sistemində bir ədəd 11,1 voltluq 3S-lik lipo bateriyadan, bir ədəd servo motordan, bir ədəd 10 kanallı FlySky receiverdən, 2 ədəd 30 amperlik sürət tənzimləyicidən istifadə etmişik. İndi isə gəmimizin dizaynını izah edirik. Biz dizayner olaraq katamarın dizaynını seçmişik. Bu dizaynı seçməyimizin iki əsas səbəbi vardı. Birincisi, katamarın dizaynı yastı olması olduğu üçün daha stabildir və aşması daha az ehtimaldır. İkinci olaraq isə katamaran iki burunlu dizaynı suyu daha çox yayır və müqavimət qüvvəsi daha az təsir edir. İndi isə qayığımızı suda test edirik. Gördüyünüz kimi qayığımız suda rahat şəkildə manevr edə bilir. İndi isə gəmimizin su keçirməməzliyini göstəririk. Gördüyünüz kimi gəmimizə su keçmir. İndi isə pultun yığılmasını göstəririk. Gördüyünüz kimi mix proqramı açıqdır. Biz master hissəsinə kanal 3-ü, slave hissəsinə kanal 9-u yerləşdirmişik və offset hissəsinə də 22% qoymuşuq. Gördüyünüz kimi 3-cü və 9-cu kanal bir mix funksiyasını yerinə yetirir. Biz bu yarış hazırlığında mexatronika biliklərimizi, komanda ilə işləmə bacarıqlarımızı və robotexnika biliklərimizi artırmağa öyrəndik. Eyni zamanda da müəyyən fiziki qanunları inkişaf etdirməyə öyrəndik. Sahədə görüşənək.